Salam uşaqlar. Bu gün biz yoluxucu xəstəliklər və tibbi ixtiralar mövzuları daxilində tapşırığı birlikdə yerinə yetirəcəyik. A tapşırığına baxaq. Yoluxucu xəstəliklər mətninə aid sözləri yaddaş xəritəsinin uyğun hissələrində yaz. Uşaqlar, biz yaddaş xəritəsini görürük. Gördüyümüz kimi mərkəzdə yoluxucu xəstəliklər yazılmışdır və eyni zamanda yoluxucu xəstəliklərin adları, su çiçəyi, qızılca, qrip və göy öskürək qeyd olunmuşdur. İndi isə biz həmin xəstəliklərə dair aldığımız məlumatlara uyğun açar sözləri qeyd edəcəyik. Gəlin baxaq. Su çiçəyində qışın sonu, yazın əvvəlləri. Artıq biz bu haqda məlumat almışıq ki, qışın sonu, yazın əvvəllərində baş verir. Daha sonra daha çox 5-10 yaşlı uşaqlar arasında olur, yayılır və qripə baxırıq. Hava damcı yolu ilə yoluxur. Bol maye qəbulu məsləhət görülür. Hər yaşda yoluxma baş verə bilir. Qızılca isə epidemik xəstəlikdir. Səpkilər bir həftə davam edir. Peyvənd bu xəstəlikdən qoruyur. Sonuncu, göy öskürək isə ömürlük immunitet yaranır. Evdə müalicə olunur. Həmçinin tez-tez və az-az qida qəbulu məsləhət bilinir. Bax belə dostlar, bu günlük bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.